Bu videoda şirkət əməkdaşlarının sistem üzərindən qeydiyyata götürülməsi, onların maaşlarının yazılması, ödənişlərin həyata keçirilməsi, eyni zamanda bu əməliyyatlardan formalaşan hesabatların nəzərdə saxlanılması istiqamətində ətraflı məlumat verəcəm. İlk öncə sistem üzərindən əməkdaşların adları qeydiyyata götürülür. Bunun üçün sol tərəfdə əməkdaşlar bölməsinə keçid edirik. İlk açılan əməkdaşlar bölməsində sağ tərəfdə yeni əməkdaş düyməsinə daxil oluruq. Açılan pəncərədə öncə əməkdaşın ad soyadını qeyd edirik. Müvafiq olaraq digər məlumatları daxil edirik. İşçi kodu sıralamanı göstərir. Zərurxana deyil, ehtiyac olarsa yazıla bilər. İşçi kodu əməkdaşların sayı çox olduğu təqdirdə siyahıda əməkdaşların siyahısında onların adlarının yuxarıdan aşağı doğru sıralanması üçün nəzərdə tutulub, şərt olaraq 0-0-1 ilə başlayıb 2-3-4 şəklində davam edilməsi mümkündür. Müvafiq olaraq doğum tarixi seçilir. Doğum tarixini buradan manual da yazılması mümkündür, şərt olaraq. Misal üçün 01-05 01 tire ilə qeyd edəcəyik, 05 şərt olaraq. Bu şəkildə də qeyd olunması mümkündür. İş haqqında bölməsində öncə bölmə təyin olunacaq. Bölmə dedikdə şöbələr nəzərdə tutulur. Burada sistem nümunə üçün 3 dənə şöbə adı göstərib. Ehtiyac olarsa əlavə et düyməsi ilə yeni şöbə adı əlavə edilə və əlavə et plus düyməsi ilə sistemə tanıdıla bilər. Daha sonra siyahıdan seçilə bilər. Şərt olaraq satış şöbəsi. Vəzifələrin müəyyən bir qismi mövcuddur. Ehtiyac olarsa yeni vəzifə adları da artırıla bilər. Şərt olaraq bir vəzifə adı seçirəm. Əgər daxil edilən əməkdaş qeyd olunmuş şöbənin bölmə rəhbəridirsə, o zaman bölmə rəhbəri sözü aktivləşdiriləcək. Əks təqdirdə bunu heç etməyə ehtiyac yoxdur. İş rejimi standart olaraq saxlayacaq. Bunu hələ dəyişdirməyə ehtiyac yoxdur. Ştat növü hissəsindən zərurxana deyil, amma seçilə də bilər. Tam ştat mən şərt olaraq seçirəm. İşə başlama tarixi məlumat məqsədlidir. Sistemə əlavə edilən əməkdaşın işə başladığı tarix qeyd oluna bilər. Əmək müqaviləsinin nömrəsi ehtiyac olarsa yazıla bilər, zərurxana deyil. Əmək haqqının hesablama tarixi isə sistem üzərindən qeyd olunan əməkdaşa hansı tarixdən etibarən əmək haqqı yazılmağa başlaya bilsin, onun başlanğıc tarixi təyin olunur. Şərt olaraq 1-8-ci aydan etibarən o əməkdaşa əmək haqqı yazıla bilsin. İstislar təqdim olduğu kimi qalacaq, dəyişdirməyə ehtiyac yoxdur. Cari əmək haqqı bölməsində əməkdaşa çatacaq sabit, net əmək haqqını qeyd edəcək. Yəni, DSMF, sığorta, tutulmalar çıxılandan sonra əməkdaşa çatan net əmək haqqı qeyd olunur şərt olaraq və ödənişin valyutası təyin edilir. Digər tərəfdə isə əlaqə məlumatları bölməsində ehtiyac olarsa əməkdaşın əlaqə məlumatları seçilə bilər və bir də ad günü bildirişi göndərilməsi aktivləşdirilə bilər. Sistem Telegrama inteqrasiya edilə bilir və inteqrasiya edildikdə biz əməkdaşların da doğum tarixlərini yazdığımıza görə həmin inteqrasiya edilmiş Telegram qrupuna əməkdaşların doğum günləri ilə bağlı təbrik mesajı göndərilə bilir. Onun aktivləşdirilməsini həyata keçirilə bilir. Bu formada təsdiqlədikdə əməkdaş işə götürülmüş olur. Bildirişlərin göndərilməsi üçün isə qısaca onu da qeyd edim. Nizamlamalar düyməsinə daxil olub bildirişlər hissəsinə keçid etsək, burada tənzimləmələr bölməsində əməkdaş ad günləri şəklində qeyd olunmuş bildiriş növü var. Burada şablon bir təbrik mesajı öz əksini tapır. Qələm işarəsi ilə düzəliş edilib. Təbrik mesajının göndəriləcəyi saatı və təbrik mesajının tərkibini burada müəyyənləşdirmək olur. Ad, soyad, ata adı, şirkət adı şəklində parametrləri üzərinə klikləməklə kopyalayıb və mətnin içində Ctrl V düyməsi ilə əlavə edərək istifadə etmək mümkündür. Bu şəkildə əməkdaşa göndəriləcək təbrik mesajını da tənzimləmək mümkündür. Əməkdaşı qeydiyyata götürdükdən sonra hesabatlar bölməsində işə götürülmüş əməkdaşların siyahısı və onların adlarının qarşısında maaşları görünəcək. Ekranın sol tərəfində tarix hissəsində il, ay və digər filtrlər mövcuddur. Burada ay filtri hər zaman cari ay avtomatik seçili olur. Ola bilər ki, əməkdaşın maaşı hansısa bir aydan etibarən artıq dəyişəcək. Dəyişəcəyi təqdirdə
ay hissəsindən hansı aydan etibarən dəyişəcəyini seçib, aylıq maaş bölməsindəki qələm işarəsinə daxil olub, əməkdaşın maaşını müvafiq olaraq dəyişdirib, enter düyməsilə yadda saxlaya bilirik. Beləliklə, seçilmiş ay və ondan sonraki aylarda aylıq maaş qeyd edilmiş dəyərdə hesablanmağa davam edəcək. Əgər əməkdaşın maaşındakı dəyişiklik maaş artımı şəklində deyilsə ya da maaş azalması şəklində daimi deyilsə, sadəcə içində olduğumuz cari aya tətbiq olunacaqsa, o zaman aylıq maaşın yanındakı maaş əlavə sütunundan istifadə ediləcək. Yəni şərt olaraq deyək ki, əməkdaşın maaşına hansısa bir səbəbdən, müəyyən səbəblər ola bilər, səbəblər plus işarəsi ilə özünüz əlavə edə bilərsiniz. Şərt olaraq deyək ki, buradakılardan birini misal üçün seçin. Deyək ki, məzuniyyət ödənişi olacaq, maaşından əlavə şərt olaraq deyək 150 manatda ödəniş alacaq. Qeyd yazmaq da mümkündür. Əlavə düyməsi ilə əməkdaşın maaşına əlavə qeyd edə bilirik. Beləliklə bu iki maaş təyin olunmuş ay üzrə toplanır və yekun maaşı formalaşdırır. Tam tərsinə maaşdan azalmağa ehtiyacı olarsa, hansısa bir səbəbdən, misal üçün ola bilər əməkdaşın adında cərimə olsun, məbləğini qeyd edəcəyik və yenə də əlavə düyməsi ilə sistemə tanıdacaq. Beləliklə aylıq maaş, maaş əlavələr, tutulmalar bu şəkildə qeyd olunur və əməkdaşın yekun maaşı formalaşır. Digər bölmələr isə avtomatik hesablanır və bura sistem tərəfindən avtomatik qeyd olunur. Yekun cəmi maaş formalaşır. Əgər keçən aylardan maaş qalıbsa, ötən dövrlərdən qalan qalıq sütununda görünür. Eyni zamanda bu ay əməkdaşa ödəniş etmiş isə o ödənişlər bura düşür və bütün bu əməliyyatların nəticəsində cari qalıq formalaşır. Hansı əməkdaşa yekunda nə qədər ödəniş olunmalıdır, burada izləyə bilirik. Əməkdaşların maaşları bu şəkildə tənzimləndikdən sonra ödənişlər maliyyə bölməsindən həyata keçirilir. Maliyyə bölməsinin yeni əməliyyatına daxil olduqda açılan pəncərədə əmək haqqı ödənişlərini keçid edirik. Burada əməkdaşların siyahısı açılır. Əməkdaşlardan ödəniş etmək istədiyimiz əməkdaşın adını seçirik. Həmin əməkdaşa formalaşan borc burada görünür. Əməkdaşın adının qarşısındakı informasiya düyməsində isə o rəqəmin hansı aylardan formalaşdığı məlumat əks olunur. Bir əməkdaş seçib onun əməliyyat tarixini, ödəniş tarixini, ödənişin hansı hesabdan olduğunu və ödəniləcək məbləği yazaraq təsdiq bu şəkildə də bir əməkdaşa ödəniş edə bilirik və yaxud əməkdaşlara toplu şəkildə ödəniş etmək istəsə, buradakı 3 xəttə daxil olacaq, əməkdaşların siyahısı açılacaq. Ödəniş etmək istədiyimiz əməkdaşlardan bir neçəsini və yaxud tamamını seçəcəyik. Qarşıdan isə hər əməkdaşa nə qədər ödəniş olunacaqdır. Şərt olaraq birinci əməkdaşa 500 manat, ikinci əməkdaşa 100 manat, toplamda 600 manat əmək ödəniləcək. Təsdiq etdiyimiz təqdirdə hər iki əməkdaş seçilir, hər iki əməkdaşa ödəniləcək toplam məbləğ burada qeyd olunur, amma eyni zamanda aşağıda ödəniləcək məbləğ də qeyd olunur. 100 manatlıq maaşdan 600 manatını ödəyəcəyik. Bu şəkildə əməliyyatın tarixi, hansı hesabdan ödəniləcəyi, yəni bank kart vasitəsilə hansı hesabdan ödəniləcəyi, hesabın özünün adı və məbləğ burada qeyd etmişik, avtomatik düşüb, qeyd olunur və təsdiqlənir. Bu formada əməkdaşların maaşları ödənilir. Ödənilmiş əməliyyatlar da, icra edilmiş əməliyyatlar da maliyyə əməliyyatlar bölməsində əks olunurlar. Daha sonra bu icra olunmuş əməliyyatlardan əmək haqqı hesabatı formalaşır. Hesabatlar bölməsində əmək haqqı hesabatına gəldikdə, burada yenə də ekranın sol tərəfində filtrlər bölməsində cari tarix avtomatik seçili olur. Bu tarixin yanına başqa ayları da əlavə edib, yanaşı əlavə edib, ayları müqayisə etmək mümkündür. Deyək, avqust və iyul aylarını seçdik. Əməkdaşlara, məsələn, bu əməkdaşı avqustda işə götürmüşük, iyul ayında onun üçün maaşı hesablanmayıb. Digər əməkdaşa iyulda da hesablama var idi, avqustda da hesablama var. Toplam hər əməkdaşa nə qədər hesablanıb və ortalama aylıqları da sistem göstərir. Ən aşağıda isə ümumi toplamın da cəmini göstərir. Sol tərəfdə filtrlərin içində metod bölməsi var. Metod bölməsində hesablama seçilidirsə, bu deməkdir ki, əməkdaşlara hansı aylarda nə qədər maaş hesablandığı məlumatını görürük. Kassa metoduna çevirdikdə isə hansı əməkdaşa, hansı aylarda nə qədər ödəniş edilib məlumatını görürük. Eyni zamanda hesablama metodunda əməkdaşların adlarının qarşısındakı bu işarəyə daxil olduqda isə əməkdaşın 900 formalaşan maaşı hardan formalaşıb olmasını görürük. Aylıq maaşı 850 idi. 150 manat maaş əlavə yazılıb. Eyni zamanda tutulmalar bölməsində 100 manat adında cəriməsi var. Bunların nəticəsi olaraq əməkdaşa 900 maaş hesablanıb. Bu şəkildə hesabatların izlənməsinə keçirilə bilirik.
Təbii rublər üzrə və illər üzrə də hesablamalar, hesabatlar mövcuddur. Buradan nəzarətdə saxlamaq mümkündür.